Salam, hər vaxtınız xeyir olsun. Bugün adi və onluq kəsrlər dərsinin tam formada izahını verirəm. Dərs izahını müəllifi Rəvana Dövlətov olan Doktor Məf kitabı üzərində verirəm. Dərsə başlamazdan əvvəl bunları qeyd edim ki, plan formasında siz bu dərsdə nələri öyrənəcəksiniz? Adi kəsr və onun növləri, qarışıq ədədlər, kəsrin əsas xassəsi, kəsrlərin müqayisəsi, adi kəsrlər üzərində əməllər, onluq kəsrlərin müqayisəsi və yuvarlaqlaşdırma, onluq kəsrlər üzərində əməllər, sonsuz dövri onluq kəsrlər, dövri onluq kəsrlərin adi kəsrlərə çevrilməsi mövzularının hər birini xırdalığına qədər öyrənəcəksiniz. Dərs izahına başlayaq. Adi kəsr. M və N natural ədədlər olarsa, M böl N şəklində olan ifadəyə adi kəsr deyilir. Diqqət edək. Deməli, burada adi kəsrdə M və N nədir? Hər ikisi natural ədəddir. Hər ikisi natural ədədlərə daxildir. Burada adi kəsrdə M sürətdir. Sürət. N isə məxrəc adlanır. Bu xətt isə kəsr xəttidir, bölmədir. M burada bölünən, N xəttdə bölmə, N-ə isə bölən kimi biz baxa bilərik. Məsələn, 3-də 2, 5-də 7, 8-də 8 bunlar adi kəsrlərə nümunələrdir. Burada gördüyümüz kimi həm surət, həm də məxrəc hər ikisi natural ədədlərdir. Kəsrlərin diaqramda təsviri. Məsələn, buradakı fiqura baxırıq. Fiqurun 3-də 1 hissəsi rənglənib. Kvadratdır, kvadratın 4-də 3 hissəsi rənglənib. Bu 4 bərabər yerə bölünüb, 4-də 1 hissəsi rənglənib. Bu düzbucaqlıdır. Bu tamamilə rənglənib. Deməli 12 hissəyə bölünüb, hər 12 hissəsi də rənglənib. Deməli 12-də 12 bərabərdir. 1 tam hissəsi rənglənib. Kəsrin sürəti, yəni baxın, əgər kəsr, bayaqki kəsri verirəm. M böl N. Kəsrin sürəti K dəfə artarsa, kəsrin qiyməti də K dəfə artır. M K dəfə artdısa, deməli kəsrin qiyməti də K dəfə artır. Və ya N K dəfə azaldısa, deməli kəsrin qiyməti də K dəfə azalır. İndi N-ə baxaq. N K dəfə artdısa, kəsrin qiyməti K dəfə azalır. N K dəfə azaldısa, kəsrin qiyməti də K dəfə artmış olur. Kəsrin sürəti 3 dəfə azalır, məxrəci isə 4 dəfə artır. Kəsrin qiyməti 12 dəfə azalır. Kəsrin baxın sürəti 3 dəfə azaldı. Baxın bunu adi formada belə göstərək. M idi, 3 dəfə azaldı. M böl 3 oldu. Məxrəci isə 4 dəfə artdı. Bu da oldu 4M. Burada nə oldu? 3 gəlir düşür aşağı. M böl 12N oldu. Deməli kəsrin qiyməti nə oldu? 12 dəfə azaldı. Çünki sürət 3 dəfə azalıb, məxrəc 4 dəfə artdıqda kəsir 3 vur 14, 12 dəfə azalmış olur. Düzgün kəsirlər. Sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Burada M böl N 0 və 1 aralığında qiymətlər alır. 0 və 1 ola bilməz, amma 0 və 1 aralığında qiymətlər alır. Deməli, düzgün kəsirlərdə M N-dən az olur. Yəni, sürət məxrəcindən az olur. Məsələn, 4-də 3-də 3 4-dən az olduğuna görə bu düzgün kəsirdir. 5-də 2-də 2 5-dən az olduğuna görə bu da düzgün kəsirdir. 15-də 7-də 7 15-dən az olduğuna görə düzgün kəsirdir. Və göründüyü kimi 0 və 1 aralığında qiymətlər alır. Düzgün olmayan kəsirlər. Sürəti məxrəcindən böyük və ya bərabər olanlara kəsirlərə düzgün olmayan kəsirlər deyilir. Burada M böl N böyüdü bərabərdir 1 olur. Və burada sürət məxrəcə bərabər də ola bilər və M böyüdü N də ola bilər. Məsələn, 4-də 5-də 5 4-dən böyükdür. Deməli, düzgün olmayan kəsirdir. Sürət məxrəcdən böyükdür. 7-də 13-də 13 7-dən böyükdür. Deməli, düzgün olmayan kəsirdir. 8-də 8-də sürət məxrəci bərabərdir. Yəni də deməli, düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirlər artıq 1-dən böyük qiymətlər alır. 1-də ola bilərəm. Hər bir natural ədədi məxrəci 1 olan adi kəsir, düzgün olmayan kəsir şəklini göstərə bilərik. Və bunu da qeyd edim ki, misallarda sizə mütləq lazımlar. Baxın, adi kəsirlər, deməli bölündü 2 yerə, düzgün və düzgün olmayan kəsirlər.
Deməli, adi kəsrlərdə sürət və məxrəc hər ikisi natural ədədidir. Deməli, düzgün və düzgün olmayan kəsrlərdə də sürət və məxrəc hər ikisi natural ədəd olmalıdır. Tam hissə. Düzgün olmayan kəsrlərdə sürəti məxrəcini bölməklə tam hissəsini hesablamaq mümkündür və həmin kəsri tam ədədlə düzgün kəsrin cəmi kimi yazmaq olar. Məsələn, 5-də 19-dur. 19-u 5-ə bölürük, 3 qalıqda 4 qaldı. 3 plus 5-də 4 kimi yazmaq olar və ya 3-dan 5-də 4. Baxın, onun alınma qaydası da belədir. 19-u 5-ə bölürük, 3 qalıqda 4 qaldı və 3 plus 5-də 4 kimi göstərilir. Qarışıq kəsir. Tam və kəsr hissələrdən ibarət olan ədəddir. A tam B böl C. Məsələn, burada qarışıq kəsir həmin bu düzgün olmayan kəsirlərin biz bölünməsi zamanı tam və kəsr hissəyə A bölündü və nəticədə qarışıq kəsir alındı. Burada A tam hissədir, B böl C isə kəsr hissəsidir. Burada baxın, burada məsələn 2 tam 5-də 3, 3 tam 4-də 1, 1 tam 2-də 1 qarışıq ədəddir və ya qarışıq kəsir də deyə bilərik. Qarışıq ədədi düzgün olmayan kəsrə çevrilməsi qaydası. Burada A tam B böl C olarsa, A tam B böl C. A tam C-də B kimi də deyə bilərik. A tam C-də B bu nəyə bərabərdir? C-də A-nı vururuq C-yə plus B. AC plus B. İndi buna uyğun olaraq gəlin 2-dən 5-də 3 hesablayaq. 2-dən 5-də 3 nəyə bərabərdir? 5-də 2 vur 5 plus 3. Yəni 5-də 13-ə bərabərdir. Aha, davam edək. Məsələn, burada da baxın, nümunə formasında verilib. 3-dan 5-də 2 deməli bu qarışıq kəsirdir, qarışıq ədəddir. Bunu götürüb qarışıq ədəd formasında burada deməli həmin bu düzgün olmayan kəsr formasında deməli bunu verə bilir. 3-dan 5-də 2 qarışıq ədəd və ya qarışıq kəsr buna deyə bilərik. Bunu 5-də 3 vur 5 plus 2, 5-də 17. 4-dən 7-də 5-i, 7-də 4 vur 7 plus 5, 7-də 33 formasında verilib. Düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsi sürəti məxrəcə bölüb natamam qisməti kəsrin qarşısında yazılır. Məxrəcdə məxrəcin özü, sürətdə isə qalıq yazılır. Yəni düzgün olmayan kəsrin indi qarışıq ədədə çevrilməsi qaydası burada göstərilib. 12-ni bölürük 5-ə, yəni 5-də 13 bir düzgün olmayan kəsirdir. 12 5-ə böləndə 2 qalıqda 3. Bu yarınır 2-dan 5-də 3. 3-də 17 və 17-ni 3-ə böləndə 5 qalıqda 2. Bunu yazırıq 5-dan 3-də 2 formasında yaza bilirik. Yəni düzgün olmayan kəsiri biz qarışıq ədəd formasında rahatlıqla belə yaza bilirik. Kəsrin əsas xassəsi nədir? Kəsrin sürət və məxrəcini eyni natural ədədə vurduqda və ya böldükdə bərabər kəsr alınır. 3-də 2, hər tərəfi 2-yə vur, 6-da 4 alındı. Və ya hər tərəfi 3-ə vur, 9-da 6 alındı. Hər tərəfi 4-ə vur, 12-də 8 alındı. Və ya 12-də 8-in hər tərəfini 4-ə böl, 3-də 2 alındı. 3-də 2-ni alındı. Bu da bərabərdir 9-da 6-ya. 9-da 6-nın hər tərəfini 3-ə böləndə 3-də 2 alınır. Kəsri yeni məxrəc gətirmək üçün onun sürət və məxrəcinin vurulduğu ədədə həmin kəsrin tamamlayıcı vurğu deyilir. Məsələn, burada 6-da 5-dir, mən 18-də 15-ə gətirirəm. Buradakı 3 nədir? 6-da 5 kəsrinin tamamlayıcı vurğudur. Yəni sürət və məxrəci 3-ə vururam, istədiyimiz 18-ə gətirdik. Kəsrin ixtisarı. Adi kəsrin sürət və məxrəcinin birdən fərqli eyni natural ədədə bölünməsinə kəsrin ixtisarı deyilir. Məsələn, 48-də 27 kəsrin sürət və məxrəci 3-ə bölünür və nəticədə 16-da 9 yaranır. İxtisar olmayan kəsrləri sadə kəsrlər adlandırırlar. Burada məsələn 12-də 8 bərabərdir 3-də 2 alındı, ixtisarı apardıq, nəticədə 3-də 2 yarandı. Bu artıq sadə kəsrdir. Bundan sonra ixtisar getmir. Buraya qədər ixtisar getdi. Baxın, bunu yadınızda saxlayın. AB, AB, AB böl MN, MN, MN bərabərdir AB-də MN-ə. Bununla məsələn bizə deyə bilərdi ki, baxın bunu yadınızda saxlayın ki, bunlar hər ikisi eyni bir şeydir.
Məsələn, bizə 1 var 25-də, 17-də 25, 25, 25, 25 böl 17. Bir dənə də verə bilərik ki, 25, 25, 25 sonsuz formada gedir. 17, 17, 17 sonsuz formada gedir. Bunların hamısı bir-birinə bərabərdir. O hamısı 17-də 25-ə bərabərdir. Baxın, bu formada bunu bizə verir. Burada bunlar ədəd idi. Məsələn, 2525-də 1717 ilə 25-də 17-ni müqayisə edin deyir. Baxın, 25, 25, 17, 17. 25-də 17-yə bərabərdir. Deməli, A bərabərdir B-yə. Ardakı ixtisar. Bu zaman bölünmə əlamətlərindən istifadə etməli, ixtisar olunmayan kəsir alınana qədər ixtisar davam etdirilir. Axırda mütləq sadə bir kəsir alınmalıdır. Yəni, axırda ixtisar olunmayan bir kəsir alınmalıdır. 72-də 48-dir. Hər iki tərəfi böldü 2-yə. 36-da 24 alındı. 36-da 24 həm sürəti, həm də məxrəci, həm 24-ü 2-yə böldü, həm də 36-nı 18-də 12. Bunda hər tərəfi 2-yə böldü, 9-da 6 alındı. 9 artıq 2-yə bölünmür, amma 3-ə bölünür, 3-də 2 alındı axırda. Tam ixtisar. Kəsrin sürəti və məxrəci onların ən böyük ortaq böləninə bölünür. Yəni əbuba biz bölürük. 72-də 48-i mən ixtisar etmək istəyirəm. Nə edirəm? Onların deməli əbubunu tapıram. Mən bir dəfəlik artıq hissə-hissə bir dəfə 2-yə, bir dəfə 2-yə, bir dəfə 3-ə ixtisara getmirəm. Mən bir dəfəlik ixtisar aparıram. Nəticədə bu alınır da, yəni 3-də 2 alınır. 72 və 48-in əbubu 24-dür. 48-i də 24-ə bölürük, 72-ni də 24-ə bölürük. Buradan da nəticədə 3-də 2 alınır. Kəsirlərin müqayisə üsulları aşağıdakilərdir. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Baxın, burada hissə formasını göstərilib. 7 dənə hissəyə bölünür, 5 hissəsi baxın rənglənib. Burada isə 4 hissəsi rənglənib. Gördüyün kimi bu 5 hissəsi rənglənən artıq daha böyükdür. Və burada baxın 8-də 9, baxın burada da 8-də 9 artıq kiçikdir 8-də 11-dən, bu da kiçikdir 8-də 13-dən. Yəni düzgün və düzgün olmayan kəsirlərdə bu qaydalar öyrənilir. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyükdür. Məxrəci böyük olan kəsir kiçikdir. Və sürətlər bərabərdir. Artıq məxrəci hansında azdırsa o daha böyükdür. Baxın, 3-də 2. 3 dənəsinin 2 hissəsi rənglənib, burada 5 dənəsinin 2 hissəsi rənglənib, burada 5 dənəsinin 7 dənəsinin 2 hissəsi rənglənib. Göründüyü kimi 3-də 2 bu bunlardan artıq böyükdür və ya 5-də 2 də 7-də 2-dən böyükdür. Baxın, burada 4-də 7 artıq verilib. 4-də 7 5-də 7-dən daha böyükdür. 5-də 7 də 6-da 7-dən daha böyükdür. Baxın, burada 8 dənə yeri ayrılıb. 8 dənəsinin 7 hissəsi rənglənib. Yəni 4-də 7-si rənglənir. Burada 5-də 7-si rənglənir. Burada 6-da 7 hissəsi rənglənib. Buna görə də 4-də 7, 5-də 7-dən, bu da böyükdür 6-da 7-dən. Sürəti və məxrəcləri müxtəlif olan kəsirlərdən müqayisə etmək, onların ya məxrəcləri, ya da sürətləri bərabərləşdirilir, sonra müqayisə edilir. İxtisar olunursa, əvvəl ixtisar etmək lazımdır. Məsələn, 4-də 3 ilə 5-də 2-ni mən müqayisə etmək istəyirəm. Nə edirəm? Hamısının 4 və 5-in əqubu nədir? Ona gətirirəm. 4 və 5-in əqubu deməli 20-dir. 20-yə gətirdim. Bu 4-də 3 20-də 15-dir. Bu da deməli 20-də hər tərəfi 4-ə vuraq. Elə deyilmi? 4, 2-də və 4 8-də. Deməli 20-də 15 göründüyü kimi 20-də 8-dən daha böyükdür. Məxrəcləri bərabər olan kəsirlərdən sürət böyük olan kəsir böyükdür. İndi bunları deyir ixtisar edin. Yenə də 25, 15 və 30'u baxın burada artıq biz müəyyən qədər ixtisarlar apara biliriksə ixtisar edək. 30-da 12-də 25-də 10-da hər tərəfi 5-ə bölək, bu 5-də 2 elədi. 30-da 12-də hər tərəfi 5-ə bölək, bu hər tərəfi 6-ya bölək, bu 5-də 2 elədi. 5-də 2, 15-də 7 və 5-də 2
Yəni baxın, indi burada nə edirik? Müqayisə etmək lazımdır. Artıq 5-də 2, 5-də 2-ni biz gətiririk. 15, məxrəci 15 formasını gətiririk. Bu 3 dənəsini müqayisə edirik. Baxın, indi burada bunlar nə verdi bizə? 5-də 2-ni. Bu da 5-də 2-dir, bu da 5-də 2-dir. Bu birisi də 15-də 7-dir. Hamısını gəlin 15-ə gətirək. Deməli bu 15-də 6-dır. 15'te 6'da bu. Bakın buradaki bu da 15'te 6'dır. Biz bir dənə 15'te 7'ni də müqayisə edək. Deməli 15'te 7 gördüyünüz kimi böyükdür 15'te 6'dan. Bu da bərabərdir 15'te 6'ya. Deməli nəticədə nə alındı? Alındı ki, aha, nə alındı? Aha. Hı -hı. Qayda bura. Deməli alındı ki, axırda. Deməli nə alındı? Alındı ki, deməli, artıq burada həmin bu 15-də 7 böyük oldu 25-də 10-dan, 25-də 10 da 30-da 12-yə bərabər oldu. Baxın 15-də 7 böyükdür 30-da 12-dən, bu da bərabərdir 25-də. Praktik üsul. Yalnız iki kəsrin müqayisəsi zamanı biz nə edə bilərik? Burada sürət və məxrəclər arasında deməli baxın burada praktik üsulla nə edə bilərik? Məsələn 17-də 5-də, 14-də 13-ü əgər müqayisə etmək istəyirəmsə, 5-i 14-ə vururuq, burada yazırıq. 17-də 5-in altında yazırıq, 17-ni 3-ə vururuq, 14-də 3-ün altında yazırıq. Nəticədə alınır ki, 70 51-dən böyük olduğuna görə 17-də 5 böyükdür 14-də 3-dən. Burada da 100 artıq burada da yenə də 7-ni 19-a vururuq. Bunun altında yazırıq. 9-u da 15-ə. Yəni sürəti məxrəcə vururam. Bu sürəti məxrəcə vururam digər məxrəcinə. Bunun altında yazıram. Bu digər sürətlə məxrəcə vururam. Həmin bu digərinin, yəni bunun altında yazıram. Yəni sürəti hansına vururamsa, sürət hansındadırsa onun altında yazıram. Bu formada müqayisə olundu və 133 135-dən az olduğuna görə 15-də 7 kiçikdir 19-da 9-dan. Sürət və məxrəclər arasında fərq bərabər olan düzgün kəsrlərdə, baxın düzgün kəsrlərə diqqət edirik. Sürət və məxrəclər arasında fərq bərabər olan bütün düzgün kəsrlərdə ədədləri böyük olan kəsr böyük, kiçik olan kəsr isə kiçikdir. Baxırıq 98-də 95-də sürət və məxrəc arasında fərq 3-dür. 95-də 92-də sürət və məxrəc arasında fərq 3-dür. 92-də 89-da sürət və məxrəclər arasında fərq 3-dür. Nə alındı? 98-də 95 böyükdür 95-də 92-də. Bu da böyükdür 92-də 89-dan alındı. Ona görə ki, baxın 95, 98 bunlar daha böyükdür 92, 99-dan. Bu da daha böyükdür 89, 92-dən bu formada biz gedirik. Hər kəsrdə sürət və məxrəc arasında fərq elə 3-dür. Sürət və məxrəclər arasında fərq eyni olan bütün düzgün kəsrlərdə isə ədədləri kiçik olan kəsr böyük, böyük olan kəsr isə kiçikdir. Düzgün olmayan kəsrlərə indi biz baxırıq. Hamısının arasında fərq göründüyü kimi 2-dir. Amma 39-da 41 daha kiçik olduğuna görə, ədədləri daha kiçik olduğuna görə bu ən böyük olur. Ona görə ki, düzgün olmayan kəsrlərdədir. Baxın, bu formada müqayisə etdik, apardıq. Və 18, 19, 19-da 20, 20-də 21. Hamısını ortaq məxrəcə gətirmək istəsəz, çox miqdarda vaxtınız gedər. Ona görə biz nə edirik? Baxırıq ki, sürət və məxrəc arasındakı fərq 2 olduğuna görə ədədləri kiçik olan daha böyükdür. 18-də 19 böyükdür 19-da 20-dən. Bu da böyükdür 20-də 21 alınır. Adi kəsrlər üzərində əməllər. Kəsrlərin toplanması və çıxılması. Məxrəcləri bərabər olan kəsrləri toplamaq və ya çıxmaq üçün məxrəclər olduğu kimi yazmaq, sürətdə isə sürətləri toplayıb və ya çıxanda isə çıxmaq lazımdır. Məsələn, B-də A plus B-də C bərabərdir B-də A plus C. B-də A minus B-də C bərabərdir B-də A minus C. 12-də 5 plus 12-də 1 bərabərdir 12-də 5 plus 1 12-də 6. 15'te 4 plus 15'te 7 minus 15'te 2 bərabərdir.
4 və 7 plus olduğuna görə toplayırıq. Minus 2 yazırıq. 15-də 9. Bu da 5-də 3 edir. 17-də 9 minus 17-də 5 plus 17-də 3 bərabərdir 17-də 7 edir. Düzgün olmayan kəsirlərdir bəs. 7-də 13 plus 7-də 5 yenə də oxşar qaydada məxrəclər eyni olduğuna görə sürətləri biz toplayırıq. 7-də 13 plus 5, 7-də 18, 2,7-də 4 edir. 5'te 6 plus 5'te 4 minus 5'te 3 beraberdi 5'te 6 6 plus 4 minus 3 5'te 7 bu da 1 tam 2'de 1 edir. Bu formada biz məxrəclər əgər eynidirsə rahatlıqla sürətləri toplayarıq. Çıxma zamanı isə çıxırıq, rahatlıqla hesablamaları apara bilirik. Qarışıq ədədlərdə tam hissə ilə tam hissə toplanır və ya çıxılır. Kəsr hissə ilə kəsr hissə toplanır və ya çıxılır. Tam 5'te 3 plus 5, 1 tam 5'te 3. Tam hissələr 2 və 1'dir. Bunları toplayırıq və 5'də 1 plus 3 məxrəclər eyni olduğuna görə toplayırıq. 3'dan 5'də 4 edir. Baxın bu formada biz rahatlıqla hesablaya bilirik. Amma burada bir qədər ola bilsin sizə qaranlıq bir məqam qala bilsin. Gəlin ayrılıqda biz həll edək. Bunun həlli qaydasını mən sizə göstərim. 4'dan 3'də 1 minus 2'dan 3'də 2. Deməli, belə dedik ki, məsələ belə idi. 4'dan 3'də 1 minus 2'dan 3'də 2. Baxın, artıq 4-dən 2-ni mən çıxa bilərəm, bilirəm. Amma burada 3'də 1 və 3'də 2-yə diqqət edirəm ki, 3'də 1 artıq 3'də 2-dən daha kiçikdir. Buna görə bunları çıxanda mənfi yaranır. Mən nə edə bilərəm? Yaza bilərəm ki, burada 4'dan 3'də 1-in əvəzinə 3'dan bunun tam formunu gəlin yazım, sizə tam aydın olsun. 3'dan 3'də 3 plus 3'də 1 minus 2'dan 3'də 2. Bu da bərabər olur 3'dan 3'də 4 minus 2'dan 3'də 2. Bu da bərabər olur 1 tam 3'də 2'yə. Baxın bu formada. Bir hissəni götürürəm, buna verirəm. Kəsr hissəyə verirəm və kəsr hissə də artır və bunun 3'də 2-dən rahatlıqla mən çıxıb fərqi tapa bilirəm. Davam edək. Bu formada uyğun məsələ və misallar burada verilir və ya 3 minus 4'də 1 nəyə bərabər olur? Deməli, baxın, 3 minus 4'də 1. Artıq burada kəsr hissə 0'dır. Ona görə mən belə yaza bilərəm. 2 tam 4'də 4 minus 4'də 1. Bu da bərabər olur 2 tam 4'də 3'ə. Bu formada məsələ həll olunur. Məxrəcləri müxtəlif olan kəsirlərin toplanması və çıxılması. Məxrəclərin əqubu, yəni ortaq məxrəci mən tapıram. Məxrəclərin əqubu tapılır və məxrəc yazılır. Tapılan əqub hər kəsirin məxrəcinə bölünür. Tamamlayıcı vuruq tapılır və tapılan tamamlayıcı vuruq sürətə vurulub sürətdə yazılır. Məsələn, 24'də 7 ilə gəlin 36'da 12 toplayaq. Burada gəlin bir dənə sadəsini biz kənarda toplayaq, sizə tam formada aydın olsun. Gəlin 12'də 5 ilə 15'də 8 əlində toplayaq. Aha. Deməli, baxın 12'də 5 ilə 12'də 8-i 12'də 8 idi oradan. 15'də 8-i. 15'də 8. 12'də 5 ilə 15'də 8. Göründüyü kimi burada nədir? Məxrəclər müxtəlifdir. Biz nə edirik? Burada 12 və 15'in əqubunu tapa bilərik və ya ortaq məxrəcə bunları vurub tapa bilərik. 12 və 15'in əqubu nəyə bərabərdir? Biz bunu görə bilirik. 60'da əqub. Yəni 60 həm 12'yə tam bölünür, həm də 15'ə tam bölünür. 60'da 5 burada 60'ı 12'ye böləndə 5 qaldı. 5'i vururam 5'ə. Plus 15'i də 60'da bunu 15'i 4'ə vururam 60 edir. 8'i vururam 4'ə deməli. Eləyir 60'da 25 plus 60'da 32. Bu da bərabərdir 60'da 57 edir. Bu formada məsələ həll olunur.
60'da 57, amma o formada biz saxlamırıq. Əgər ixtisar edə biliriksə, göründüyü kimi biz bunu hər tərəfi 3-ə ixtisar edə bilərik. 57-ni 3-ə böləndə eləyir 19, 60 da 3-ə böləndə 20-dir. Deməli 20-də 19 elədik cavab. Davam eləyək. İndi baxın bu formada 3,7-də 2 plus 2,5-də 4. Gəlin bunu da uyğun formada hesablayaq. Burada qarışıq ədəd formasında verilib. Gəlin indi bunu hesablayıb yoxlayaq. Aha. Bir etmə olurmuş. Aha. Gələk indi bunu həll edək. Bunu silək. Kitabda nə verilib? 3,7-də 2 plus 2,5-də 4. Gördük ki, burada nədir? Bu məxrəclər müxtəlifdir. 7 və 5-in deməli əkubunu gəlin tapaq. Bu 35-dir. Ona görə ki, bunların hasili edir ki, bunlar qarşılıqlı sadədirlər. 3,35-də 7-ni 5-ə vurdum. 35-dir. Deməli 2-ni də 5-ə vurmalıyam. 10 elədir bura. Plus 2,35-də buna 5-i 7-yə vurdum. Deməli 4-ü də 7 vurmalıyam. 28. Bu da eləyir 3 plus 2 plus 35-də 38 elədik. Bu da eləyir 3 plus 2 plus 1,35-də 3. Bu da eləyir deməli 5 plus 1 6,35-də 3 elədik. Belə məsələ həll olunur. Kəsirlərin vurulması. Düzgün və düzgün olmayan kəsirlərdə sürətə vurulub, alınan hasil sürətdə, məxrəcə vurulub, alınan hasil məxrəcdə yazılır. İxtisar mümkündürsə, ixtisar əvvəlcədən edilir. 5-də 2 vururam 8-də 5-ə, 3-ü 5-ə vururam, 8-də 5-ə vururam. Sürəti sürətə vurdum, məxrəcə vurdum. Bu elədir, deməli, axırda görürəm ki, əgər ixtisar gedirsə, baxın, ixtisarı mən aparıram. 5-də 5 ixtisar getdi, 8-də 3 qaldı. Və ya məsələn, 18-də 8 vur, 20-də 15. 18-də 8 vururam, 20-də 15-ə. Bu da eləyir, deməli, sürəti məxrəcə vurdum. Əgər ixtisar gedirsə, ixtisarı aparırsam. İxtisarları apardıqdan sonra da burada 3-də 1 göründüyü kimi aldı. Və ya məsələn bir sadə bir misal da verək. Məsələn 2-də 1 vur 3-də 1. Nəyə bərabər olar? 1-i vururam 1-ə, 2-ni vururam 3-ə. Bu da eləyir nəyə bərabərdir? 6-da 1-ə. Davam edək. Qarışıq ədədləri bir-birinə vurmaq üçün onları düzgün olan kəsrə çevirmək lazımdır. Hasili tapmazdan əvvəl ixtisar etmək mümkündürsə, ixtisar edib sonra hasili tapmaq lazımdır. 3,6-da 1 vur 2,4-də 3. Bu da bərabərdir 6-da 19 vur 4-də 11-ə. 6-da 19 düzgün olmayan kəsr formasına gətirdim. İndi yenə də sürətə məxrəcə vururam. 24-də 209. Bunda qarışıq ədəd formasını gətirdim. 8,24-də 17 aldı. Xalçə mağazası həftənin ilk günü 2 xalçə. Birinci xalçənin öyküləri 5-də 3 vur 7-də 4. İkinci xalçənin öyküləri 4-də 3 vur 6-da 5-dir. Hansı xalçə daha iri öyküdədir? 5-də 3-ü vururam 7-də 4-ə, 35-də 12. 4-də 3-ü vururam 6-da 5-ə, 8-də 5. İndi 35-də 12 ilə 8-də 5-i müqayisə edək, görək ki, hansı daha böyükdür. Müqayisə etmək üçün də bildiyimiz kimi ortaq məxrəci gətirməliyik. Ortaq məxrəci gətirməsəydi belə iki kəsirin müqayisəsi zamanı 12-ni 8-ə vuranda 96 buradadır, 175 buradadır. 96 175-in azlığına görə 35-də 12-də, 8-də 5-də
A2-dir. Deməli 8-də 5 daha böyükdür, daha iri ölçüdədir. Cavab ikinci xanə. Qarşılıqlı tərs ədədlər. Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı demək tərs ədədlər deyilir. Hasili 1-ə bərabər olanlara qarşılıqlı tərs ədədlər deyilir. Kəsrin tərsini tapmaq üçün sürətlə məxrəcin yerini dəyişmək kifayət edir. A-da B-nin tərsi, B-də A-nın tərsi A-da B-dir. B-də A-nı A-da B-yə vuranda 1 edir. C-nin tərsi 1-də C-də 1-dir. C-ni C-də 1-ə vuranda 1 edir. 3-də 2-nin tərsi 2-də 3-dür. 3-də 2-ni 2-də 3-ə vuranda 1 edir. 2,4-də 3 bərabərdir 4-də 11-dir. Yəni qarşı ədədi düzgün olmayan kəsr formasını gətirdim. 4'te 11'in de tersi 11'de 4'tür. Bu formada 4'te 11, 11'de 4'tü. 2 tam 4'te 2'de 11'de 4'e vuranda yine gördük ki 1 alınır. Kəsrlərin bölünməsi. Adi kəsrləri bölmək üçün birinci kəsr olduğu kimi saxlayıb digər kəsri tərsinə vurmaq lazımdır. Bu zaman mümkün tərsinə, yəni onun tərsinə vururuq. 12'də 5'i böləndə 4'də 3'ə, 12'də 5'i vururuq 4'də 3'ün tərsinə, 3'də 4'ə, 9'da 5'dir. 8'də 5 böl 10'da 3, bu da böl 4'də 1. 8'də 5'i vururam 3'də 10'a, vururam 1 4'ə. Bu da 8'dən 3'də 1. Deməli 8'də 5'i vurdum 10'da 3'ün tərsinə, 3'də 10'a, bunu da vurdum 4'də 1'in tərsinə, 4'ə. Bu formada cavab tapılır. Qarşıq ədədləri bölmək üçün əvvəl onlara düzgün olmayan kəsr formasını nə edirik? Gətirdik. Sonra bölmə əmrlərini yerinə yetirmək lazımdır. Baxın, 3,15'də 4 və böl 2,10'da 1. 15'də 49 böl 10'da 21. 15'də 49'u vururuq 10'da 21'in tərsinə. 21'də 10'a. Cavab burada tapılır. Ədədin hissəsinin tapılması. Ədədin hissəsini tapmaq üçün həmin ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. 24'ün 4'də 3 hissəsini istəyirsə 24'ü vururuq 4'də 3'ə. Yəni A-nın NDM hissəsini tapmaq istəyirsə A-nı vururuq N-də M-ə. Bu forma 36'nın 9'da 4 hissəsini tapmaq istəyirsə 36'nı vururuq 9'da 4'ə, o da 16 edir. Davam edək. Hissəsinə görə ədədin tapılması. Hissəsinə görə ədəd tapmaq üçün həmin ədədi hissə göstərən kəsrə bölmək lazımdır. N böl N hissəsi B olan ədəd, B-ni bölürsən N böl N-ə, N-də M-ə, burada da B-ni vururuq N-də M-ə. Bu da həmin ədədi biz tapırıq. 5'də 3 hissəsi 21 olan ədəd 21'i böl 5'də 3'ə, buradan da 35 edir. Bu formada tapılır. Hissəyə görə ümumi misallar. 28'in 4'də 3 hissəsinin 7'də 3 hissəsini tapın. 7'də 2 hissəsini tapın. 28'in 4'də 3 hissəsini deyirik. 28'i vururuq 4'də 3'ə. Bu alınan cavabında 7'də 2 hissəsini deyir tapın. Burada nəsə cavab alınır, bunda 7'də 2 hissəsini tapırıq. Hamısını deməli bir-birinə vururuq. İxtisar gedirsə ixtisar aparaq. 4 və 7 28 edir. İxtisar apardıq. Bu da 6 alındı. Davam edək. Belə 5'də 2 hissəsi 24 olan ədədin 15'də 4'ü 5'dir. Deməli 24'ü 5'də 2'yə bölürəm, sonra vururum 15'də 4'ə. Bu formada cavab 16 tapılır. Avtomobil 55 km getdikdən sonra yolun 11'də 6 hissəsi qaldı. Bütün yolu tapın. Yolun 11'də 6 hissəsi qalıbsa 11'də 5 hissəsi gedilib. Bu da 55 kilometrdir. 11'də 5 hissəsi 55 olan yol 55'i bölürəm 11'də 5'ə 121 edir. Bir ədədin digərinin hansı hissəsinin olmasının tapılması qaydası. Bu zaman verilmiş ədədi digər ədədə bölmək və mümkün ixtisar etmək lazımdır. 15 ədədi 25'in hansı hissəsidir? 15'i bölürük 25'ə. 18 ədədi 24'ün hansı hissəsidir? 18'i bölürük 24'ə. 24'ün hansı hissəsi 9'a bərabərdir? 24'ün deməli hansı hissəsi 9'a bərabərdir? Yəni 9'u bölürəm 24'ə. Deməli 24'ün 8'də 3 hissəsi 9'a bərabərdir. 24'ü 8'ə 3'ə vuranda göründüyü kimi yenə də 9 yaranır. Onluq kəsirlər. Məxrəci 10, 100, 1000 və sair mərtəbə vahidləri olan adi kəsirlərə onluq kəsirlər deyilir. 10'da 3, 100'də 15, 1000'də 125 bunlar onluq kəsirlərə nümunədir.
Onluq kəsrilir vergül ilə aşağıdakı kimi yazılır. Sürətdə sağdan başlayırıq, məxrəcdəki sıfır sayı qədər rəqəmi vergüllə ayırmaq olar. Məsələn, 10-da 3 deyil, bunu bir dənə sıfır, məxrəcdə bir dənə sıfır olduğuna görə 0,3 yazıram. %15 deyil, 2 dənə vergüldən sonra 2 dənə ədəd ayırıram. 0,15. 10-da 18 deyil, burada deməli artıq 18-i burada artıq deməli bir dənə ayrı 18-dən 10-a böləndə 1,8 edir. 1,8 etdi. %105 artıq burada 105 deyil, artıq 2 dənə sıfır məxrəcdə olduğuna görə 1,5 alınır. Bunlar da sadə qaydalardır. Rahatlıqla yəqin ki, sizə aydın olur. Eee Sürətdəki rəqəmlərin sayı məxrəcdəki sıfırların sayı az olduqda sağdan başlayırıq. Rəqəmlər yazıldığından sonra artıq bu sıfırlar da yazılıb, sonra vergül qoyulur. Baxın 0,7, 1,9 bu formada rahatlıqla biz yaza bilərik. Ədəd oxununda da bunları rahatlıqla biz təsvir edə bilərik. Bunlar rahatdır. Yəqin ki, hər birinizə aydındır. Davam edək. Vergüldən əvvəlki ədəd tam, vergüldən sonrakı ədəd isə kəsr hissəsi adlanır. 10,6 burada tam hissə 10'dur, kəsr hissə 0,6'dır. 27,18 burada tam hissə 27'dir, kəsr hissə 0,18'dir. Vergüldən sonra gələn rəqəmlər onluq işarələr adlanır. 1,25'in onluq işarəsi 125'dir. Yəni bu vergüldən sonra 125 olduğuna görə onluq işarə 125'dir. 3,75 ilə onluq işarə 75'dir artıq. Onluq kəsrdə vergüldən sonraki kəsrin sonuna sıfırlar yazdıqda və ya sonundakı sıfırları atdıqda həmin kəsrə bərabər olan kəsrlər alınır. Yəni baxın, burada 0-dan %35 verir. 0-dan 35 istəyirəm burada milyon dənə sıfır yazım. Bu yenə də bərabərdir 0,35'dir. Və ya bu da bərabərdir 0-dan 1000-də 350'dir. Baxın, bunlar hamısı bir-birinə bərabərdir. Və ya 0-dan yəni bu formada biz yaza bilərik belə. Belə. Aha. Bu formada yaza bilərik. Bunlar bir-birinə bərabərdir. Onluq kəsrlərdə kəsr isə mərtəbə vahidləri onda birlər, yüzdə birlər, mində birlər və s. kimidir. Burada onluq təkli, baxın, məsələn 37'den 185. Deməli, bura 3 burada onluq vahiddir. 7 təklidir. 1 onda 1'dir. 8 yüzdə 1'dir. 5 mində 1'dəki mərtəbədir. Mərtəbədəki rəqəmdir. Baxın, burada da verilib. 3 onluq, 7 təklik, 4 onda 1, 8 yüzdə 1, 5 mində 1. Baxın, burada 4 yox, 1'dir artıq. 1 burada yəqin səhvlik gedib. Baxın, bu formada rahatlıqla siz edə bilirsiniz. Baxın, adi kəsir 5,7 onluq kəsir formasında 5,7 tam hissə 5'dir. Burada kəsr hissə onda birlərdə 7'dir. Yüzdə birlərdə 0, mində birlərdə 0'dır. 3,29. Onluq kəsir formasında 3,29'dur. Tam hissə 3'dür. Onda 1'də 2'dir. Yüzdə 1'də 9'dur. Mində 1'də 0'dır. Bütün natural ədədləri kəsr hissəsi 0 olan onluq kəsr şəklində biz yaza bilərik. Onluq kəsrlərin müqayisəsi və yuvarlaqlaşdırılması. Onluq kəsrləri müqayisə edərkən əvvəl tam hissələr müqayisə edilir. Tam hissəsi böyük olan rəqəm daha böyükdür. Tam hissələri bərabər olan kəsrlərdə vergüldən sonraki ədədlər natural ədədlər kimi müqayisə olunur. Vergüldən sonraki rəqəmlərin sayı bərabər olmazsa, kəsrin sonuna tələb olunan sayda sıfırlar əlavə olunur. 3,2 ilə 3,5 müqayisə edək. Artıq vergüldən sonraki rəqəmə baxıram və ya ədədə baxırıq. 5 2'den böyük olduğuna görə 3,5 3,2'den böyükdür.
və 2,8 və 2,75. 2,80, 2,75-dən daha böyükdür. Deməli 2,80 böyükdür 2,75. 0,7 ilə 0,9-u müqayisə edək. 0,70 böyükdür 0,9 olduğuna görə deməli 0,7 də 0,9-dan daha böyükdür. 1,35-də və 1,1000-də 351-də rəqəm sayı eyni olmağına görə 1,35-in sonuna bir dənə də 0 yaradıram. 1,1000-də 350 edir. Bu kiçikdir. 1,1000-də 351 olduğuna görə 1,35 də kiçikdir 1,1000-də 351-dən. Onluq kəsrlərinin yuvarlaqlaşdırılması natural ədədlərin yuvarlaqlaşdırılmasına uyğun aparılır. Onluqlara qədər yuvarlaqlaşdırma, təkliklərə qədər yuvarlaqlaşdırma, onda birlərə qədər yuvarlaqlaşdırma burada uyğun formada aparılır. Baxın belə, məsələn, 352,7. Baxın, 352 %37 idi, hə? Bunu mən onda birlərə qədər yuvarlaqlaşdıraq. Bu onda birdə nə yerləşir? Baxın, bu yerləşir. Elə deyil, 3 yerləşir. Bunun sağındakı ədəd nədir? 7-dir. Ona görə 7 də böyük olduğuna görə, 5-dən böyük olduğuna görə 352,4 olur. Belə. Yuvarlaqlaşdırma gündəlik həyatda tətbiqi. Məsələn, gedirsiniz bir məktəb ləvazimatları mağazasına, baxırsınız ki, bir kitab verilib, 6-cı sinif riyaziyyat kitabı. Altdan %25 manatdır. 100 vərəq dəftər 0,75 manatdır. Test toplusu 5,85 manatdır. Marker 1,50 manatdır. Nə edirsiniz? Belə təqribi götürürsüz, daha altdan %25 demirsiniz. Deyirsiniz 6 manat. Belə təqribi hesablayırsınız da. Yəni daha uzun uzadı qəpiyinə qədər hesablasaz, sizin vaxtınız gedər. Ona görə təqribi hesablayırsınız ki, bu 6-dır, 0,75-dir, 1-ə yaxındır. Gəlin bunu 1 götürək. Bu 5,85-də 6-ya yaxındır. 6 götürək, 1,50 də elə 2 götürək getsin. Təqribi hesablayırsınız ki, 6 plus 1 7, 7 plus 6 13, 13 plus 2 15. Yəni təqribən mənə 15 manat pul lazımdır ki, mən bunları ala bilim. Yəni təqribən öz beyninizdə hesabladınız ki, mənə 15 manat lazımdır. Ona uyğun götürüb dəftər, yəni əgər 15 manatınız varsa, əgər 17 məsələn manat cibinizdə pulunuz varsa, deyirsiniz ki, hə də bunları deməli ala bilərəm. Daha nisyə qalmaz. Ona görə rahatlıqla bu formada, bu yuvarlaqlaşdırmada bizə həyatda da kömək olur. Onluq kəsrlər üzərində əməllər vardır. Toplanması və çıxılması. Bu zaman onluq kəsrlər alt-alta yazılıb, vergül sırasında olmalıdır. Uyğun mərtəbə vahidləri toplamaq və çıxmaq daha sadə yerinə yetirilir. Bu formada baxın biz rahatlıqla hesablaya bilirik. Məsələn 3,425 plus 5,12 baxın burada hər bir şeyin onda birdəki ədədi onda birdəki ədədi altına yazıram. 0,100%-də ədədi %1-dəki ədədi altında yazıram. Rahatlıqla hesablamanı mən aparıram. Gəlin bunu ayrılıqda bir hesablama aparaq. Nə idi? 3,425 plus 1,20. Belə deyildi. Yəni baxın. Bu bərabərdir. Baxın bu formada hesablama aparıram. Burada istəsəm 0 yaza bilərəm, istəsəm yaza bilmərəm. Ədədləri bərabərləşdirmək üçün. 5 plus 0 5. 2 plus 0 2. 4 plus 2 6. 3 plus 1 də 4 elədi. Demək cavab 4,600 demək 1000-də 625 edir. Bu formada rahatlıqla biz hesablaya bilirik. Çıxma zamanı isə boş olan yerə 0 yaza bilərik. Məsələn, gəlin götürək. 7,38 minus 5,428.
Gəlin burada boş qalan yerə gəlin 0 yazsaq onsuz da bərabərdir onlar. Ondan 2, ondan 8, baxın bir vahidi baxın buradan götürürəm. Yəni natural ədədlərin çıxılmasına uyğun qaydada. Eləyir ondan 8 2 elədi. Burada artıq 7-dir. 7-dən 2 5 elədi. Burada artıq 3'dür. Burada 1 götürürəm 7-dən. 13'dən 4 9 elədi. Burada da 6 qaldı. 6'dan da 1 5 1 elədi. 1,952 rahatlıqla hesablamanı da apardı. Onluq kəsrlərin vurulması. Onluq kəsrlərin vergüllə nəzərə almadan natural ədədlər kimi vurub, hasilindəki ədədə sağdan sola doğru kəsrlərdəki onluq işarəsinə sayı qədər rəqəm ayırıb vergül qoymaq lazımdır. Yəni baxın burada vergüldən soldakı, vergüldən sağdakı rəqəmlərin sayı qədər biz ayırırıq. Məsələn, gəlin 3,25-i 1,4-ə vuraq. Biz nə edirik? 325'i vururuq 14'e. Rahat qaydada burada 4550 alındı və vergüldən sonra görürəm ki, burada 2 dənə, burada 1 dənə ədəd var. Deməli ümumilikdə 3 dənə ədəd var. Götürürəm burada, burada deməli nə alınır? 4 500 yəni 1000-də 550 alınır və bunu 4,55 kimi mən yaza bilərəm. Yəni rahatlıqla həll olunan bir məsələdəndir. Onluq kəsri 10, 100, 1000 və sair kimi mərtəbə vahidlərinə vuran zaman vergül mərtəbə vahidindəki sıfırların sayı qədər sağa köçürmək lazımdır. Baxın 3,1000-də 275-i ona vuranda 32,75 edir. 0,1000-də 6-nı ona vuranda 0,6 edir. Yəni bu formada vurmanı yerinə yetirəm. Onluq kəsirlər 0,1, 0,100, 0,1000 və sair mərtəbə vahidlərinə vuran zaman vergülün mərtəbə vahidindəki sıfırların sayı qədər sola köçürmək lazımdır. 0,1-ə vuranda 2,71-də 52 edir. Yəni 10.000-də 7152. Bunu da vuranda 0,1000-də 1-ə, 0,100-də 1-ə bu da eləyir 0,10.000-də 1354-dür. Onluq kəsrlərin bölünməsi. Bu zaman vergüldən sonraki rəqəmlərin sayı bərabərləşdirilir. Rəqəm çatışmayan yerlərə sıfırlar yazmaqla vergüllər atılır. Natural ədədlər kimi də baxın burada bölünür. Yəni 3,6-nı 0,3-ə bölmək istəyirəmsə, baxın 3,6-nı 0,3-ə bölmək istəyirəm. Baxın 36-nı bölürəm nəyə? 3-ə. Yəni baxın burada artıq vergülü 1 vahid qabağa gətirdim, 36 elədi. Burada da vergülü 1 vahid qabağa gətirdim, 3 elədi. 36-nı 3-ə böləndə 12 edir. Bu formada rahatlıqla hesablamaları aparmaq bilirik. Məsələn, 2,5-də 1 vahid qabağa gətirəndə 25 edir, amma burada 12,5 edir. Yenə də burada vergül yarandı qalıb. Ona görə 2 vahid gəlin qabağa gətirək. Burada 125 elədi, bunda 25 elədi. Bu da elədi, burada nə yarandı? 125'i bölürük 250'ye. Yox, burada 250'ye bölürük. 2 vahid qabağa gətirəndə artıq 250. Burada da 0,5 yaranır. Bu formada həll olunur məsələ. Onluq kəsri 10, 100, 1000 və sair mərtəbə vahidlərini bölmək üçün vergülün mərtəbə vahidindəki sıfırların sayı qədər sola köçürmək lazımdır. Ona böləndə 1,1000-də 375, 11,5-i 100-ə böləndə 0,1000-də 115 edir. Belə bu formada rahatlıqla hesablamaları biz apara bilirik. Bunlar yəqin ki, hər kəsə aydındır. Davam edək. Adi kəsrin onluq kəsrə çevrilməsi. Baxın, adi kəsrləri onluq kəsrə çevirən zaman burada sonlu onluq kəsri yarana bilir və sonsuz onluq kəsrlər yarana bilir. Məsələn, gəlin götürək adi kəsr nə zaman sonlu onluq kəsr formasında göstərilə bilir? Əgər məxrəcdə yalnız 2, yalnız 5 və ya eyni zamanda həm 2, həm də 5 varsa, deməli bu zaman biz adi kəsri sonlu
onluq kəsr formasında yaza bilərik. Məsələn, 125-də 11-də məxrəcə baxıram. 5, 5, 5-dən ibarətdir 125. Sonluq kəsr kimi yaza bilərəm. 32 yalnız 2-lərdən ibarətdir, yaza bilərəm. 50 2 və 5-dən ibarətdir, yaza bilərəm. 48 bu 48-dən 15 bərabərdir 16-da 5 yalnız 2-lərdən ibarətdir, yaza bilirəm. Amma bunlara ixtisardan sonra baxmaq lazımdır. Çevrilə əgər 2 və 5-dən başqa bir dənə 3 də əgər varsa, bu zaman ixtisar olunmur. 7 varsa, 5 varsa ixtisar, yəni bu artıq sonlu onluq kəsr formasında göstərilə bilmir. Yəni məsələn, bunu biz adi formada belə göstərək. Məsələn, nə dedik biz? Məxrəc mütləq 2 və 5-dən ibarət olmalıdır. Aha. Məsələn, gəlin götürək, nümunə göstərək. 5-də 1 niyə mən bunu sonlu kəsr kimi yaza bilərəm? Bu gəlin 5-də 1-i yazaq. 1-i bölək 5-ə. Yaranda 0, bu da artı 10, 0,2. 5-də 1 bərabəri 0,2, yəni sonlu kəsr kimi yaza bildim. Amma artıq mən 30 tutaq ki, bir sadəsini yazaq. 6-da 1 olsun. 6-da 1-i sonlu kəsr kimi yaza bilərəmmi? Təbii ki, yox. Gəlin 1 böl 6 yazaq. Getdi 0-dan 1, 4 qaldı. Burada artıq yenə də 4 qaldı orada. Yenə də 0-dan yazaq 40, 6, 36, yenə də 40. Yəni göründüyü kimi yenə də 6 gedir, 6 gedir, 6 gedir. 0-dan 10, yəni 6 burada mütləq təkrarlanır. Yəni elə təkrarlanır. Yəni 6-da 1, yəni gördük ki, bu artıq nədir? Deməli, burada artıq heç 0 yoxdur. Baxın burada 0-dan 10-da 1, 6 burada hər zaman göründüyü kimi hər zaman təkrarlanır. Yəni 0-dan qarışıq dövr kəsr burada artıq yarandı. Və ya götürüb bir dənə götürək məsələn bir olsun 7-də 1 olsun. 7-də 1. Artıq nə 2 var, nə 5 var. Yalnız 7-də 1-dir. Bunu gəlin götürüb 1-i bölək 7. 0-dan 1, 3 qaldı 30. Deməli bu bölündü 4 dəfə 7, 28. 20, 2 dəfə 60, 8 dəfə 7, 8, 56. Yenə də 40. Yəni yenə də bu formada davam edər. 40 yenə də 40-a gəldi. Ya 40-a. Davam edək baxaq nə oldu. Yəni baxın bu formada sonsuz formada, yəni ömür boyu bu davam edir, gedir də. Yəni baxın bu formada. Ömür boyu davam edir. Sonu yoxdur, sonsuzdur bu. Yəni bu formada davam edir. Yəni bunlar əgər məxrəcdə amma yalnız 2, yalnız 5 və ya eybi yox, hər 2 və 5 olsun, bu zaman yenə də sonlu kəsr kimi biz göstərə bilirdik. Bu formada nümunələrdə göstərdim. Yəqin ki, sizə tam aydın oldu. Davam eləyək. İndi dövrü onluq kəsrləri burada izah edir. Deməli, sonsuz dövrü onluq kəsrlər. Baxın, burada nümunələri göstərib. İndi sonsuz dövrü onluq kəsrlər 2 yerə bölünür. Saf dövrü onluq kəsrlər və qarışıq dövrü onluq kəsrləri bölünür. Saf dövrü onluq kəsrlər dövrü vergüldən sonra dərhal sonra başlayan kəsrə saf dövrü onluq kəsr deyilir. Məsələn, 0-dan dövrdə 5 nəyə bərabərdir? Yəni 0-dan 5, 5, 5, 5, 5
Bu saf dövr onlu kəsirdir. Yalnız 5 təkrarlanır. Qarışıq dövr onlu kəsirdə isə yazılışında vergüldən sonra bir və ya bir neçə rəqəm olub, sonra dövr başlayan kəsirlərdir. Baxın 7 bir dənə ədəd oldu, ondan sonra dövr başladı. 1,7 ondan sonra dövr başlanır. Təkrarlanan rəqəmlərdən ibarət olan ədəd kəsirin dövrü adlanır. 3 damla dövrdə 5-də dövr 5-dir. 0-dan deməli 4 dövrdə 35-də dövrü 35-dir. Bu formada yazılır. Məsələn, burada baxın 2 0,7 0 yeni dövr deməli %7 burada hər zaman dövr edir. Qısa yazılış 2 tam dövrdə 7 dövrdə %7 tam hissə burada 2-dir. Dövr edən rəqəm qrupu 0,7-dir. Dövrə qədərki rəqəm yoxdur. Dövr edən rəqəmlərin sayı 2-dəndir, yəni 0 və 7. Dövr etməyən rəqəm sayı 0-dır. İndi buna baxaq. 3,12 sonra 27, 27, 27. Tam hissə yenə də 3-dür. Dövrə edən rəqəm qrupu 27-dir. Dövrə qədərki rəqəmlər 12-dir. Yəni 12 burada artıq dövr etmir. Dövr edən rəqəmlərin sayı 2-dir. Dövr etməyən rəqəmin sayı 2-dir. Yəni burada dövr edən və dövr etməyən rəqəm olanda bu qarışıq dövr onlu kəsir artıq oldu. Dövri onlu kəsirlərin adi kəsirlərə çevrilməsi qaydası. Saf dövri onlu kəsiri adi kəsirə çevirmək üçün tam hissə olduğu kimi qalır. Kəsirin sürətində dövrdəki ədəd olduğu kimi, məxrəcdə isə dövrdəki rəqəmlərin sayı 9 yazılır. 0-da A tam 9-da B olur. A tam dövrdə BC olarsa, bu A tam 99-da BC-dir. A tam BCD 3 dənə rəqəm olarsa, artıq dövr edən 3 dənə rəqəm olduğuna görə burada 999 yazırıq. A tam dövrdə BCD-dir. Bu formada gedir. Belə. Belə bu formada yəni rahatlıqla məsələn 0 tam dövrdə 5-dir, bu 9-da 5-ə bərabərdir. Burada 3 dənə rəqəm dövr edir. 3 tam dövr edən 3 dənə rəqəm olduğuna görə 999 yazıram. Bu formada hesablamaları aparıram. Belə bu rahatlıqla hesablamaları aparmaq olur. Qarışıq dövr onlu kəsirləri adi kəsirə çevirmək üçün tam hissə olduğu kimi qalır. Bunu yadınızda saxlayın. Kəsir hissənin məxrəcindəki dövrdəki rəqəmlərin sayı qədər 9, dövrdə nə qədər rəqəm var, onların sayı qədər, yəni 9 yazıram. Sonra vergüldən sonraki dövr etmə rəqəmlərin sayı qədər 0 yazılır. Sürətdə isə vergüldən sonraki ədəd ilə dövrə qədərki ədədin fərqi yazılır. A tam B dövrdə C. A90 bu eləyir. Dövrdə bir dənə rəqəm olduğuna görə 9 yazıram. 0 dövrə qədər bir dənə rəqəm olduğuna görə 0 yazıram. 90 A tam 90-da BC minus B. A tam BC dövrdə D. Bu eləyir A tam 900-də BC'dir minus BC. A tam BC'dir. A tam 900-də BCD minus B kimi yazılır. Rahatlıqla burada hesablamalar aparılır. Məsələn, 0 tam dövrdə 25, 0,4, 0,4 dövrdə 27. Nəyə bərabərdir? 2 və 27-dir dövrdə. Deməli 99 yazıram. Dövrə qədər 4-dür. Bir dənə. 990-da 427 minus 4. Bu da eləyir 423-də 990-a bərabər olur. İxtisarı apara bilirsən, apar. İxtisarsız cavab qeyd olunmur əksər məsələlərdə. 100-də 47 cavab eləyir burada. Sonra burada baxın qeyd edib. A tam dövrdə B bərabərdir. A tam dövrdə BB. A tam dövrdə BBBB. A tam B dövrdə B. A tam dövr. Bunların hamısı bir-birinə baxın bərabərdir. Məsələn 1,2
1,2 1,22'ye. Bu da bərabərdir 1,2'ye və ya 1,2'ye. Bunlar hamısı bir-birinə bərabərdir. Dövrdə yalnız 0 və ya 9'lar olarsa, dövrün onluq kəsri natural ədəd kimi göstərmək olar. 6,8 yəni baxın burada məsələn 4,9 eləyir 4,9 bu da bildiyimiz kimi 5'ə bərabərdir. Yəni 4+9 bu 4+1 bu da bərabərdir 5 eləyir. Bu formada rahatlıqla hesablamalar aparılır. Burada da indi müqayisə verib bir müqayisə. Gəlin bunları kənarda müqayisə edək. Aha. Gəlin bunu müqayisə edək. 2 tam 4'e 34 idi. 2 tam 3 4'e 4 idi. Yok. 4'e 4 ve 2 tam %34 idi. İndi gəlin bunları müqayisə edək. 2 tam bunların baxın tam hissələri hamısında eynidir. Elə deyil. Tam hissələri artıq mən baxmıram. Tam hissələri eyni olduğuna görə tam hissələri müqayisə etmək lazım deyil. Gəlin bu kəsr hissələri müqayisə edək. Bu 99'da 34'dür. Elə deyilmi? Bəli. Bu nəyə bərabərdir? 9 yazıram. 90'da 34 minus 3'tür. Bu da 90'da 31'dir. Bu nəyə bərabərdir? %34. Gəlin indi bunları gəlin rahatlıqla müqayisə edək. Aha. 99'da 34 təbii ki %34'dən böyük olar. Və 90'da 31 ən böyük olar. Deməli 90'da 31 bildiyimiz kimi böyüdür 99'da 34'dən. Aha. Ya da bunları bir dəfə də belə yaz. Belə bu formada müqayisə edə bilərik. Amma daha rahat yolu burada var. Gəlin daha rahat yolla gedək. Biri 2 tam. Gəlin hamısını fərqli-fərqli rənglərdə yazaq. Tam aydın olsun. Gəlin birini yaşılla yazaq. Tam 4 34 nəyə bərabərdir? 2 tam 34 34 34. Bu formada gedir. 2 tam 3 4'e 4 nəyə bərabərdir? 2 tam 3 4 4 4 4. 2 tam 34 bəs nəyə bərabərdir? 2 tam %34'ə. Şimdi baxıram. Burada da 0 0 0 0 yazaq. Buna geçsin 1'ə. Diqqət edək. Baxın, bu 2'den 34 hamısında eynidir. Baxın, 2'den 3 4'də 4'də ən böyüyüdür. Bu deyil. Bunun hissələrə diqqət edək. Buraya qədər hamısında eynidir. Bu hissələr ən böyüyü hansıdır? Deməli 2 tam 34. 3 4'də 4. Ən böyüyüdür. Böyüdür 2 tam 4 34'dən. Bu da böyüdür 2 tam %34'dən. Bu formada rahatlıqla biz müqayisəni apara bildik. Belə. Və kitabda da elə eyni qaydada burada müqayisələr verilir. Ümumi misallar aparılıb. Gəlin misallardan gəlin birini həll eləyək. Baxaq nədir bu? Deməli, baxın bunları 0'dan 12 dövrdə 53, 0'dan 87 dövrdə 46. Nəyə bərabərdir? 0'dan 99 dövrdə 99. Bunu nəyə bərabərdir? 1'ə. Yəni 0'dan bu nəyə bərabərdir? Onsuz da dövrdə 9'a. Bu da eləyir 0'dan 9'a 9'a bu da bərabərdir 1'ə. A-nın hansı natural qiymətində 5 böl A plus 1 kəsiri düzgün olmayan kəsirdir?
5 böl A deməli burada 5 nədir? Böyüdür, bərabərdir A plus 1-dən. A plus 1 də 2, 2-dir, bərabərdir 5-dən. A da 2, 2-dir, bərabərdir 4. A da bərabər 1, 2, 3, 4 qiymətlərində. Sonra A plus B böl A plus BB. A bərabərdir 1, B bərabərdir ifadəsini sadələşdirək. Buradan bu nəyə bərabərdir? 111A plus 111B böl 11A plus 11B'ye. Bu nəyə bərabərdir? 111 vur A plus B böl 11 vur A plus B. Bu da bərabərdir. Axırda 111 böl 11 alınır. 10-da 11-də 1. Bu formada rahatlıqla hesablaya bildik. Burada A bərabərdir B1, B bərabərdir 2 qəbul deyir. Bu formada da rahatlıqla biz hesablaya bilərik. Amma daha rahat yolu onsuz da biz bilirik. Belədir. Eee, Baxın indi. Aha. Burada gözəl bir qayda qeyd olunub. Gəlin ona baxaq. Baxın nəyə qeyd olunub? 1 vur 2-də 3. Plus 2 vur 3-də 3. Plus 3 vur 4-də 3. Plus 4 vur 5-də 3. Plus 5 vur 6-da 3 ifadəsinin qiymətini hesablayın. Praktiki yol nədir? Sürətdəki ədəd sayını vururuq kəsrlərin sayına. Sürətdəki ədədi vururam kəsrlərin sayına. Bölürəm ən kiçik vuruq, vur ən böyük vuruğa. Bu nəyə bərabər olur? Burada gəlin tətbiq eləyək. Gəlin bunu burada tətbiq eləyək. Elə deyilmi? Nəyə bərabər olar? Sürətdəki ədəd 3-dür. 3-ü vururam. Mən nəyə? Kəsrlərin sayı. 1, 2, 3, 4, 5 dənə kəsir var. Bölürüm ən kiçik vuruq 1-dir. Vururam ən böyüyü də 6-dır. Bu da eləyir 6-da 15, 1 tam 6-da 1 tam yox 2 tam 6-da 3, bu da 2 tam onda 5-dir. Bu formada hesablandı. Baxın indi. Yəni bunun mənası nə oldu? Sürətin sürətin cəmi böl birinci vuruq vur sonuncu vuruq. Birinci vuruq vur son vuruq. Gəlin bunu səliqəli yazaq. Birinci vuruq vur son vuruq. Bu formada rahatlıqla hesablaya bildik. Yəni bu sürətin cəmini də hesablamaq üçün sürətdəki ədədi kəsrlərin sayına vurmaq lazımdır. Belə. Davam edək. Burada hesablayıb. Məsələn, bunu digər misal verib buraya. Demək, kəsrlərin sayı birinci hədd 1 olanda sonuncu hədd 4-3 olur. Odur ki 4 minus 3 minus 1 böl 4 plus 1 bərabərdir n alınır. Plus 1 bərabər deməli burada n dənə hədd var. Bunu bu təyin edir. N dənə hədd varsa n-i vururam 1-ə. Yəni 1-i vururam n-ə. Yəni 1 burada əmin ədəddir. Onların sayı da n dənədir. Bölürəm 1 vur 4 vur n plus 1. N böl 4n plus 1 olur. Bu formada rahatlıqla hesablaya bilirəm. Və ya digər bir hesablama qaydası var bunun.
Bəlkə bu yol sizə daha rahat gəldi. Bunu mən deyim sizə. Eee, qoy tam formada sizə aydın olsun bu qayda. Ona görə ki, həm miqdə, həm də abituriyent imtahanında mütləq sizin qabağınıza bu misal çıxa bilər. Gəlin bunu sizə mən tam formada bir iki ilə misal üzərində deyim, sizə tam formada aydın olsun. Yəni məsələn, baxın, 1 böl 5 vur 8 plus 1 böl 8 vur 11 plus 1 böl 11 vur 14 plus 1 böl 14 vur 17. Bunun iki dənə hesablama qaydası var. Birinci hesablama qaydası nədir? Əvvəl diqqət edirik, baxırıq. Yəni bu qaydanı bütün məsələləri tətbiq edə bilmərik ki. Əgər qayda öyrənilirsə, o zaman tətbiq edə bilərik. Məxrəcdə ədədlər arasında fərq 3'tür. Burada da 3'tür. Burada da 3'tür. Burada da 3'tür. Əgər məxrəcdəki ədədlər hasillər arasındakı, həmin bu hasildəki ədədlər arasındakı fərq 3'dürsə, bu zaman qaydanı tətbiq edə bilərəm. Bu zaman biz nə edirik? Bu zaman biz bu qaydadan istifadə edirik. Demək, e, qayda belədir ki, biri bölürəm həmin o fərqə, vururam bu birinci kəsir minus sonuncu kəsir. Minus sonuncu kəsir. Bu formada hesablanır. Qısa qaydası budur. 1 böl fərq birinci kəsir minus sonuncu kəsir. İndi bunu gəlin biz buraya tətbiq edək. 1-i bölürəm həmin o fərqə. 1 böl 3 vur 5'də 1 minus 17'də 1'ə. Bu da 3'də 1 vur. 5'də 1-dən 17'də 1 də çıxanda eləyir demək 85'də 12. Bu da bərabər olur nəyə? 85'də 4'ə. Bu formada rahatlıqla hesablandı. Və bunun digər qaydası həmin o kitabdakı üsuldur. Burada nə edirik? Sürətləri. Bu birinci yol bu idi. Birinci yolu bu idi. İkinci yolu bəs nə idi? Biz nə edirik? Sürətin cəmi böl məxrəcdə birinci vur məxrəcdə sonuncu. Sürətin cəmi burada nədir? 4. Bölürəm məxrəcdə birinci nədir? 5'dir. Vururam ən böyüyü də 17'dir. 4'də 85'də 4. Yenə də eyni cavab burada alınır. Belə bu formada hesablanır. Bəzi vaxtlarda məxrəcdə 3 dənə ədəd formasında da verə bilər. Bu zaman əsasən bu qayda daha məntiqə uyğundur. O kitabdakı həmin o n-li olan məsələlərdə də bu birinci qayda daha məntiqə uyğundur. Yəni daha rahat formada hesablaya bilirik. Gəlin belə eləyək. Həmin o deməli, o kitabdakı misalı da gəlin əvvəl bu birinci yol ilə hesablayaq. Bir bölü 5. Aha, belə bu formada. Gəlin yazaq buraya. 1 böl 1 vur 5 plus 1 böl 5 vur 9 idi plus 1 böl 4n minus 1 vur 4n plus 3. Belə olmalı. Bir dənə dəqiq baxaq. Aha.
Yenə də görürük ki, məxrəclər arasındakı fərq yenə də 4-dür. Buna görə bu qayda ilə rahatlıqla hesablaya bilərəm mən. Nə edirəm? 1-i bölürəm həmin fərqə. Birinci kəsir minus sonuncu kəsir. Bu qaydanı mən buraya tətbiq edirəm. Bu qaydanı mən tətbiq edirəm. Bunu daha səliqəli baxım yaza bilirəmmi? Ha. 1-i bölürük həmin fərqə. Görürük ki, fərqlər arasında fərqlər yenə 4-dür. 1 bölü 4. Vur birinci kəsir. Nədir burada? 1-də 1. Sonuncu kəsir nədir? 1 böl 4n plus 3. 1-də 1 minus 1 böl 4n plus 3. Bu nəyə bərabərdir? 4-də 1 vur. 4n plus 3-də 4n plus 3 minus 1. 4'te 1 vur. 4n plus 2 böl 4n plus 3. Bu da eləyir 4n plus 2. Gəlin burada 2 ixtisar gedirsə aparıq gəlin ixtisar. 2'ye ixtisar gedəndə 2, burada da 1 qaldı. 2n plus 1 burada 2 qalır. Böl 8n plus 6. Aha. Hı -hı. Bax, belə alınırmı? Burada alınıb n böl 4n plus 1. Aha, demək bunun qaydası belədir. Burada yəqin burada nəsə bir mexaniki səhv olub, ya nəsə burada alındırmaq lazımdır. Baxaq. 1 böl 1 böl 5 idi. Aha, dəqiq baxaq həmindir. Aha. 1 deməli 1-də 1, 4-də 1 vur 1-də 1 minus 1 böl 4n plus 3. Gəlin bunu belə yazaq. Baxaq nəsə alındıra bilirik yoxsa niyə belə alındı ki? Aha. Gəlin davam etdirək. Bunu gəlin yazaq belə. Hı -hı. Burada elə cavabda baxın bu alınır. Ola bilsin orada nəsə səhvlik gedib. Birinci minus sonuncu. Ha, orada ola bilsin nəsə səhvlik gedib. Ona görə ki qaydası 4n plus 1'di axırda. Eləmi yazdım? Aha, səhvi tapdım. Baxın burada bu misalın qaydası baxın elə budur. Həlli qaydası budur. Orada nəsə fərqli 4n minus 3 və 4n plus 1'dir. Ona görə mən elə bayaqdan da burada dedim yəqin səhv olur. Burada mən diqqətsizlik etmişəm. Axırda orada mən axırda orada məndə deməli
Burada axırda baxın, mən bunu deyirəm. Axır, yəni misallar fərqlidir də tamamilə. Burada 4n-3 vur 4n plus 1'dir. Amma orada bəs nədir? 4n 4n minus 1 vur 4n plus 3'tür burada. Burada misallar yəni fərqlidir. Amma eyni misalı yazıb elə eyni qaydada da həll edə bilərik. Gəlin elə həmin o eyni misalı yazaq ki, göstərək ki, elə eyni cavablar alınır. Gəlin eyni misalı yazaq. Burada deməli 1 böl 4n minus 3 vur 4n plus 1. Deməli 1'i bölürəm həmin o fərqə. Fərq nədir? 4'ə. 1'də 1 minus 1 böl 4n plus 1. Bu da bərabər olur. 4'də 1 vur. 4n plus 1'də deməli 4n plus 1 minus 1. Bu da eləyir 4n böl 4 vur 4n plus 1. 4'lər ixtisar gedir. Bu da bərabərdir n böl 4n plus 1 yaranır. Bu formada eyni cavablar alınmış olur. Deməli, indi bir məsələdə göstərin buna uyğun 3 rəqəmli formada. Onda elə mənim dediyim qayda ilə rahatlıqla həll edə bilərsiniz. Hamısını vurub ortaq məxrəci gətirmək təbii ki, tapmaq çox böyük bir vaxtınızı apara bilər. Amma mənim dediyim qayda ilə rahatlıqla həll edə bilərsiniz. 9, 11, 13 yazaq burada. Baxırıq bununla bunun fərqi nədir? 4. Bununla bunun fərqi nədir? Birinci ilə sonuncuya baxırıq. 4, bu da 4'dür. Nə edirəm? Və burada kəsrləri götürəndə 3 rəqəmlikdə mən bununla bunu götürürəm. Deməli, bu 3 dənədən birinci ilə üçüncünün fərqi 4. Bunları götürürəm. Bir dənə də kəsrlərdən bu 2 dənəsi ilə bu 2 dənəsinin fərqi. Bu bərabər olur 4'də 1, 1 böl fərq 4'də 1 vur, 1 böl 3 vur 5, minus 1 böl 11 vur 13. Bu da bərabər olur bunu hesablamaq indi lazımdır. 4'də 1, 15'də 1 minus deməli bərabər 143'də 1. Bu da bərabərdir 4'də 1 vur 15 vur 143'də 143 minus 15. Deməli bu da bərabər olur 4'də 1 vur 15 vur 143'də 128. Yəni baxın burada da vurma əməlidir. Bunu rahatlıqla siz hesablayıb yaza bilərsiniz. Əsas mən qaydanı dedim və nümunə misalı göstərdim. İndi hovuz məsələləri bunlarla bağlı bəzi qaydalar var. Gəlin bunları da izah edim sizə. Bir işi birinci adam A saata, ikincisi isə B saata görür. Onlar birlikdə x saat görür. X saat iş görür. Bu iş məsələlərdir. Və ya hovuz məsələləri. Birinci boru hovuzu A saata, ikinci boru B saata doldurur. Hovuz x saata dolarsa.
Qayda belədir. 1 böl A plus 1 böl B bərabərdir 1 böl X. X də bərabərdir AB böl A plus B. Birinci boru hovuzu 15 saata, ikinci boru isə 10 saata doldurur. İki boru birlikdə açılarsa hovuz neçə saata dolar? A 15, B 10. Yəni 1 böl 15 plus 1 böl 10 bərabərdir 1 böl X. Buradan da X tapıram. X də bərabər olur. Deməli, baxın bu qayda üstünü özü çıxardır. X bərabərdir AB böl A plus B. Deməli 15 vur 10 böl 15 plus 10. Rahatlıqla hesablaya bilirik. B kiçikdir bərabərdir A və X kiçikdir 0 olarsa bu o deməkdir ki, hovuz dolmur. Birinci boru hovuzu A1 saata, ikinci boru A2 saata, üçüncü boru A3 saata doldurarsa, eninci boru A1 saata doldurursa, hamısı birlikdə hovuzu 2 saata doldurursa 1 böl A plus 1 plus 1 böl A plus 2 plus 1 böl A plus 3 plus 1 böl A n bərabərdir 1 böl X-ə. Buradan da mən X-i rahatlıqla tapa bilərəm. Birinci boru hovuzu 5 saata doldurur. İkinci boru hovuzu 15 saata doldurur. Üçüncü boru hovuzu 10 saata boşaldır. Boşaldır olanda minus yazıram. 1 böl 5 plus 1 böl 10 minus 1 böl 10 bərabərdir 1 böl X. 1 böl X də bərabərdir buna və X-i tapıram rahatlıqla 5-də 30. 3 dənə ədəd olanda da və kəsr formasını yaz rahatlıqla hesabla. Borular veya işçiler birlikdə n saat işləsələr, o zaman hovuzun n bölü x hissəsi dolmuş olar. Bir fəhlə işi 8 saata, digəri 10 saata yerinə yetirir. Bunlar birlikdə 4 saat işləsələr, işin hansı hissəsini görmüş olarlar? Deməli, bu 8-də 4 hissəsini görər, o birisi 10-da 4. Bu da eləyir 10-da 9 hissəsi görülmüş hissədir. Artıq 1 minus 10-da 9, 10-da 1 hissəsi isə görülməmiş hissə olar. Hovuz və iş məsələlərinə aid mən ayrılıqda bir tam formada izah verərəm. Bu formada da izahlar sizə tam aydın olmalıdır. Əsas bünövrə bunlardır. Bundan sonra bəzi xəyali ədəd zat o formaların izahı ayrı bir video izahda verərəm. Xüsusi misallara gəlin baxaq. Bu verilib A, bunu bizdən istəyir. Gəlin bunu biz ayrılıqda hesablayaq. Hesablayaqmı? Gəlin hesablayaq. Aha. Gəlin hesablayaq. 7-də 1. Aha. Baxın. Verilib ki, 7-də 1 plus 8-də 1 plus 9-da 1 plus 9-da 1 plus 10-da 1. Bu bərabərdir A-dır. Elə deyilmi? Bunu verib A. Və bizə deyir ki, bəs 7-də 6 plus 8-də 7 plus 9-da 8 plus 10-da 9. Bu nəyə bərabərdir? Bunu A ilə mən ifadə etməliyəm. Bunları toplayıram. 1 plus 1 plus 1 plus 1. 7-də 1 plus 7-də 6 1. 8-də 1 plus 8-də 7 1. 9-da 1 plus 9-da 8 1. 10-da 1 plus 10-da 9 1. Bu da bərabərdir. Deməli, nə eləyəcək? 4. Burada sual nəyə bərabərdir? 4 minus A-ya. Rahatlıqla hesablaya bildik. 1 minus 4-də 1, 1 minus 6-da 1 bu formada əgər hasillər əgər verilərsə, biz nə edirik? Baxın, 4-də 3 vur 5-də 4 vur 6-da 5 bu formada hamısı vur axırda da 20-də 19-dur. Baxın, burada hamısı ixtisar gedir və axırda da bu 20-də 3 qalır. Cavab 20-də 3 edir. Bu tipli məsələlərdə bəs nə etmək lazımdır? Biz burada baxın, bu ümumilikdə bu hissəyə gəlin, bir x kimi baxaq. Yəni buranı silək. Nə edək? Buranı silək. Texnologiyadan istifadə edək. Bu nəyə bərabərdir? 1 x-ə bərabərdir. Bu yuxarı hissə yenə də 1 x-ə bərabərdir. Elə deyil. Bu hissədə 1 x-ə bərabərdir. Deməli, 3 minus x böl 2 bərabərdir elə x-ə. Buradan x nəyə bərabərdir? X-i tapırıq ki, x bərabərdir 2-yə.
Tənlik vasitəsilə həll edirəm. X bərabərdir 2-yə. Deməli cavab nə? Bizdən x istəyirdi ilə x də elə budur da. X də budur. Deməli x nəyə bərabər oldu? 2-yə. Bu formada rahatlıqla hesablaya bildik. Sonra A və B qarşılıqlı sədə ədədləri üçün şərtdən olmadan bir aha, bu tipli məsələlərdə bəs nə etmək lazımdır? Baxın. Aha, indi buraya baxırıq biz. Baxın, burada nədir? Bu hamısını gəlin ortaq məxrəc gətirək. 8-də 3 nəyə bərabərdir? 40-da 15-ə. Bu A böl B. Bu da nəyə bərabərdir? 40-da e, nəyə bərabərdir? 40-da deməli 16-ya. Yenə də ödənmədi. Yazırsan ki 40-da 80-də 30 elə bunu. Bu da A böl B. Bunu da 80-də 32 elə. Burada deməli A bu 31'dir, o birisi də 80'dir. Nə deyil? Aha 31 80 normalde B'de A burada 30 80'de 31 yaza bilərik burada amma burada nə demək istəyir? Bir də buna baxaq. Aha. Yəni burada demək istəyir ki, B minus A fərqinin ən kiçik qiymətini deyəndə biz nə edirik? Burada bu formada A və B qarşılıqlı sədə ədədləri üçün A və B qarşılıqlı sadə ədədlər olarsa, bu formada əgər verilərsə, bu əgər şərt doğru olarsa, B minus A fərqinin ən kiçik qiymətini əgər istəyirsə bizdən, biz bunu 8-də 3 burada A böl B-nin əvəzinə biz 3 və 2-ni toplayaq 5, 8 və 5-i toplayaq 13 yaza bilərik. Bu da 5-də 2. Belə bu formada yaza bilərik. 13 minus 5 bu da 8 edir. Yəni bu daha rahat yoldur da. Yəni bir daha da o qədər hesablamalar aparmaq lazım deyil. Bu qaydanı da yadınızda saxlayın. Bu formada əgər A bölü X plus M formasında olarsa, biz nə edirik? Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiyməti vurmaq lazımdır. Bu nəsə ayrı bir qaydanı deyir. Elə mənim dediyim qayda gəlir. Yəni əgər A böl X plus M formasında əgər verilərsə, bu əgər tam ədəd olarsa, X-in tam qiymətlərinin cəmini tapın. X-in tam qiymətləri cəmi nəyə bərabərdir? Sürətin, yəni A-nın tam bölən sayı vur məxrəci sıfıra çevirən qiymət. Sürətin tam bölən sayı burada 240'ın baxın burada nə edir? 2'ni vurur həmin bu ə, bu cəmi tapmaq üçün 2'ni vurur həmin o natural bölən sayına. 2'nin yəni burada tam bölən sayı bildiyimiz kimi natural bölən sayının 2 mislinə bərabərdir. Buradan da yenə də eyni bir x-in tam qiymətlərini cəmi eləyir. Deməli sürətin tam bölən sayı burada 40'dır. 40'ı vururam məxrəci sıfıra çevirən qiymətə mənfi 5'ə. Bu da eləyir mənfi 200 tapıram cavabı. Rahatlıqla tapmaq olar belə. Bu qaydanı mən onsuz da qeyd etmişdim. Yəni əvvəlki məsələ misallarda mən qeyd etmişəm.
Yəni əgər bu formada əgər ədəd verilərsə, a böl x plus m və ya x minus m formasında verilərsə, bu tam ədəd olarsa, x-in tam qiymətlərinin cəmini tapın olarsa, sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiyməti mütləq vurmaq lazımdır. Belə sonra kəsrin hündürlüyü anlayışı. Kəsrin hündürlüyü deyildə sürət və məxrəcdəki ədədin cəmi başa düşülür. Məsələn, 5/1-in kəsrin hündürlüyü 6-dır, 4/3-də kəsrin hündürlüyü 7-dir, 3/5-də kəsrin hündürlüyü isə 8-dir. İşki və hovuz məsələlərini ümumiləşdirək. Ümumi qayda işkini vururuq zamana, bu da bərabərdir iş edir. Belə bu formada baxın burada yəni bu ümumi qayda ilə gələn gedir. Hovuzun yuxarısında A kranı boş hovuzu 8 saatı doldurur. 1 saatı 8/1 hissəsini yəni doldurar. Hovuzun ortasında B kranı 8 saata boşaldır. O birisi 24 saata. Bu deməli minus deməli ya da qalaq burada. Deməli bu məsələni də yəni baxın bu qayda ilə həll edib. Yəni içkini vuranda zamana bərabərdir iş edir. Emm, baxın burada nə edib? İşçilər A, B, C-dir. Zaman 8-8-24'tür. Yəni 8 saat, 8 saat, 24 saat. İş də yəni bir T olsun. T burada ümumi görülən bir iş olsun. A-nı 8-ə vuranda tam bir iş görülür. B-ni 8-ə vuranda e, işin yarısını görülür. C-ni 24'ə vuranda tam bir iş görülür. Yəni baxın bu B kranı hovuzun yarısına qədərdir. Elə deyilmi? Bəli. Eee, T də bərabərdir 48K-dır da. Yəni burada 48K olur. 24 plus 8 deməli 24 plus 16 plus 8 48 edir. 6K, 3K və 2K olsun. A bərabərdir 6K, B bərabərdir 3K, C bərabərdir 2K olsun. Buradan biz tapırıq. Buradan da biz artıq A minus C vur n bərabərdir 24K, m bərabərdir 6-nı tapdıq. A minus C minus B vur n isə bərabərdir 24K, n bərabərdir 24. Bunları da toplayanda 30 edir. Amma yəni bu bir qayda. Bax hovuzun ortasında quraşdırılıb. Vur 16-da 1-ə, minus 16-da 1 edir də ortasında quraşdırıldığına görə. Və C kranı isə 24 saata boşaldır. Minus 24-də 1. Elə deyil. Bu da bərabərdir 1 böl x-ə. Bunu gəlin hesablayaq. Ortaq məxrəci burada indi 48-dir. 48-də 6 minus 3 minus 2. Mhm. Aha. Deməli burada eləyir 48-də 1 edir bu. 48-də 1 etdiyinə görə burada nə bir
Yanlışlıq nədə oldu? Hovuzun yuxarısında akranı boş hovuzu 8 saata doldurur. Hovuzun ortasında quraşdırılmış B kranı hovuzu 8 saata, aşağısında quraşdırılmış C kranı isə 24 saata boşaldır. Deməli 16'da 1 hissəsi yarısını 16'da 1 8 saata deməli yarısını boşaldır. Tam hissəsini 16'da 1 saata boşaldardı. C kranı isə 24 saata boşaldır. Hı hı. Aha. 2 deməli. Nəsə burada bir yanlışlıq alındı. Bu niyə belə alındı bilmədim. Deməli gəlin burada bu kitabdakı qayda ilə gəlin gedək. Burada baxın, burada A, B, C olsun içkilər ilə adlandırılıb. İçkini vuranda zamana, zaman da 8, 8, 24'dür. İşdə T olsun. A-nı vurur 8-ə. Bərabərdir T-yə. T-də görülən işdir. B-ni vuranda 8-ə bərabərdir T bölü 2-yə. C-ni vuranda 24'ə bərabərdir deməli C-ni vuranda 24'ə bu da bərabərdir T olur. Bu B kranın ortasında yerləşdiyinə görə bunu belə T bölü 2 adlandırdı. Burada indi T-ni hamısına bölünən bir dənə ədəd götürək. Hamısına bölünən bir ədəd də burada 48'dir. T bərabərdir 48K olsun. Bu bərabərdir 48K-ya, bu bərabərdir 24K-ya, bu da bərabərdir 48K-ya. Buradan A nəyə bərabər olur? A bərabərdir 6K-ya. B bərabərdir 2K-ya. C də bərabərdir. B bərabərdir 3K-ya. C bərabərdir 2K-ya. Bunu tapdıq. Məlumdur. İndi işi vururuq zamana. A minus C A minus C. Yəni baxın, A kranı boşluğu 8 saat doldurur. Bu isə 24 saata boşaldır. Vur A minus C vur M. 24K. Buradan da M bərabərdir 6. M bərabərdir 6 tapır. Buradan nəyə görə? A minus C nəyə bərabərdir? 3K-ya. 3K yox. A minus C nəyə bərabərdir? 4K-ya. 6K minus 2K 4K-dır. M bərabərdir 6-ya. İndi bir dəfə də A minus C bu yarısını bu qədər A və C yarısını A boş hovuzu 8 saat doldurur. C isə boş hovuzu boşaldır. 24K bərabərdir. M bərabərdir 6'ını tapdım. Yarısı bu A və C işləyəndə bu qədər. Və əlavə B ilə işləyəndə A minus C minus B vur M bərabərdir 24K-ya. Buradan da N də bərabərdir 24 edir. N də bərabərdir 24. Ümumilikdə deməli 24 plus 6 30 saata bunlar hovuzu doldurarlar. Yəni beləliklə dərsimiz bu qədərdir. Mən bu son məsələnin izahını mən sizə tam formada gələn dərsdə izah edərəm. Tam formada izah edərəm və belə. Və bir dənə də bu məsələni də tam formada sizə izah edərəm. Belə. Və
Adi və onluq kəsrlərə aid demək olar bütün dərs izahını verdim. Qaranlıq qalan hər hansı bir məqam olsa, rahatlıqla rəylərdə bildirə bilərsiniz. Mən də onu cavablandıraram. Belə, dərsimiz bu qədər. Sağ olun, salamat qalın.